Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov jurnalistlərlə söhbətində Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası işlərinin davam etdiyini bildirib. Onun sözlərinə görə proses müvafiq komissiyalar çərçivəsində həyata keçirilir və davamlı xarakter daşıyır. Bu iş müntəzəm olaraq davam edir. Artıq onun ilk müsbət nəticələrinin şahidi olmuşuq. Dövlət sərhədinin təxminən 13 kilometri artıq demarkasiya olunub, deyə o qeyd edib. Azərbaycan Xarici İşlər Naziri həmçinin tərəflər arasında müəyyən razılaşmaların əldə edildiyini bildirib. Onun sözlərinə görə demarkasiya prosesi şimaldan cənuba doğru davam edəcək və sonraki mərhələlərdə anklav kəndləri ilə bağlı məsələlər də müzakirə olunacaq. Teleqraf publikasına isnadən xəbər verir ki, Bayramovun bu açıqlaması erməniləri yenə də təşvişə salıb. Onlar iddia edirlər ki, yaxın günlərdə Barxudarlı, Sapulu kəndləri Azərbaycana qaytarılacaq. Raparak nəşri həmin ərazilərdə yaşayan ermənilərlə söhbət edib. Kəndlər qaytarıldıqdan sonra onların hansı çətinliklərlə üzləşəcəkləri barədə iddialar irəli sürülüb. Stat: Demarkasiyanın davamı Tavuş rayonundan başlayacaq. Əvvəllər SSR dövründə anklav olan Yuxarı Əskipara kəndinin ərazisinin demarkasiya yolu ilə Azərbaycana verilməsi halında yaranacaq problemlərə toxunmuşduq. Oxşar problemlər Azatamut-Kayan magistral yolunun hər iki tərəfində yerləşən keçmiş Barxudarlı və Sapulu anklavlarının olduğu İcavan icmasının ərazisində də yaranacaq. İcavan icmasının Aygihovit kəndinin inzibati rəhbəri Levan Qriqoryan demarkasiyanın davam etməsindən xəbərsiz olduğunu, lakin kəndlərində çox böyük bir torpaq sahəsinin Azərbaycanın nəzarəti altında olduğunu bildirib. Azatamut qəsəbəsinin inzibati rəhbəri Artak Çobanyana Azatamut kəndinin bəzi hissələrinin artıq qlobal GPS yerləşdirmə sistemi tərəfindən Azərbaycan əraziləri kimi təqdim edildiyindən xəbərdar olub-olmadığını soruşduq. O dedi ki, GPS rəsmi və etibarlı olmayan Google xəritələri ilə idarə olunur. Lakin bilirik ki, demarkasiya aparanlar çox vaxt bunlarla idarə olunurlar. Çobanyanın sözlərinə görə Azatamut sakinlərinin dövlət dəstəyi kreditləri ilə 16 milyon dram dəyərində fərdi evlər tikildiyi ərazilər var və GPS sistemi indi onları Azərbaycan ərazisi kimi göstərir. Statın sonu. Nəşr iddia edir ki, Sapulu və Barxudarlı anklavlarının ərazilərinin Azərbaycana verilməsi halında İcavan Berd nəqliyyat rabitəsində problemlər yaranacaq. Stat: Qanzakar-İtzakar avtomobil yolunun istifadəyə verilməsi bu problemi yalnız qismən həll edə bilər. Lakin Sapulu və Barxudarlı ərazilərinin verilməsi ilə İcavan icmasının Kayan, Aygihovit, Vazaşen və Berd icmasının Paravakar, Varaqaban, Yerin, Tısaqqavan yaşayış məntəqələri xarici aləmdən bir qədər təcrid olunan nəqliyyat marşrutlarından kəsilə bilər. Necə ki, Sünik kəndlərində də Gorus-Qapan avtomobil yolunun 21 kilometrlik hissəsi Azərbaycana verildi. Statın sonu.